var. Qayda pozuntusu var və Olimpik komandası cərimə zərbəsini yerinə yetirməlidir. Tərlan Əhmədov və Ramin Quliyev hazırda topun kənarındadır. Sergey Laşenkov Kutsishvili ilə oynadı, ancaq Kutsishvilinin ötürülməsi dəqiq alınmadı. Olimpik komandasının bugün oyun sxemi haqqında sizlərə bir qədər məlumat verim. Komanda çox güman ki 4-4-2 taktiki sxemindən istifadə edir. İlkin oyunda (3-5-2) sxemindən istifadə etmişdi. İlərdə çox güman ki bir hücuma meyilli yarım müdafiəçi və bir hücumçu ilə çıxış edir Olimpik komandası və bugün isə istər-istəməz komanda qələbə qazanmalıdır. Qələbə qazanmağa borcludur. Ona görə də meydançaya Əskər Abdullayev 2 hücumçu buraxıb. Bunlar Leandre Gomes və Mikhail Kutsishvilidir. Gürcistanlı futbolçu Braziliyalı hücumçu ilə bərabər bu mövsümdən etibarən Olimpik komandasının heyətinə cəlb edilir. Ümumiyyətlə Olimpik komandasının heyəti Azərbaycan çempionatı başa çatdıqdan sonra, ötən mövsüm başa çatdıqdan sonra çox dəyişildi və komandanın bir sıra aparıcı futbolçuları heyəti tərk etdi. Demək olar ki, komandanın 80-90% dəyişilib, heyət yenidir və ona görə də bu heyətlə Avrokuboklarda mübarizə aparmaq da o qədər də asan deyil. Ancaq inanaq ki, Əskər Abdullayev həmişə olduğu kimi yenə də mübariz bir kollektiv yaradıb və bu kollektiv bugünkü qarşılaşmada Azərbaycanın futbol azarkeşlərinə qələbə sevinci bəxş edəcək. Müdafiə xəttində Usim Enduka, Sergey Laşenkov, Tərlan Əhmədov və Ramin Quliyevdən ibarət dörtlük mübarizə aparır Olimpik komandasının heyətində. İndi ötürmə dəqiq alınmadı. Buna baxmayaraq Olimpik komandasının futbolçusu öz səhvini düzəltdi. Müdafiədə Ramin Quliyev etibarlı oynayır və top meydanından çıxır. İndi Serbiyalı futbolçuya topu əli keçirməyə imkan vermədi Ramin Quliyev. Vojvodina komandasının futbolçuları tələsmirlər. İlk dəqiqələrdən onlar bir qədər ehtiyatlı oyun nümayiş etdirirlər. Bu da təbiidir, çünki ilk oyunda Serbiya təmsilçisi minimal hesabla qələbə qazanıb və ən azı bu iki görüşdə keçişəni qoruyub saxlamaq, qapılarını toxunulmaz qoruyub saxlamaq onların ən öndə, ən birinci vəzifələridir. Komandamızın növbəti hücumu yarımçıq qalır. İndi bu epizodda Olimpik komandasının futbolçusu bir qədər tez tərpənsəydi daha yaxşı olardı. Daha effektli alırlardı, ancaq o biraz hücumu səngitdi. Bu da daha sonradan həmin futbolçunun yeri yıxılması ilə nəticələndi. Tərlan Əhmədov həmişə olduğu kimi rəqibi komandanın hücumunun qarşısını kəsir. İndi oyunun tempi ümumiyyətlə bir qədər yüksək deyil. Hər halda futbolçularımız bir qədər tempi aşağı salmamağa çalışmalıdırlar. Çünki Serbiya futbolçularının da əsas istəyi bundan ibarətdir ki, oyunun ilk dəqiqələrdən tempi aşağı düşsün. Onlara da elə bu lazımdır. Usim Enduka futbolcuları milli komandamızın da futbolçularından biri, milliləşmiş legioner. Artıq 3 ilə yaxındır ki, Olimpik komandasının şərəfini qoruyur və cərimə zərbəsini yerinə yetirdi. Vojvodina komandasının hücumunu izləyirik. Vladimir Vukayloviç top meydandan çıxır. Dedim ki, Vojvodina komandasının heyətində, hücum xəttində 2 məşhur futbolçu yer alır. Bunlardan biri Serbiya futbolunun tanınmış simalarının biri hesab olunur Miodrag Pantelic. Vaxtilə Serbiya komandasının da heyətinə cəlb olunmuş bir futbolçudur. Digəri isə Makedoniya komandasının, Makedoniya milli komandasının üzvü Vlatko Grazdanovskidir. Romano Halkatsi topu itirir. Qayda pozuntusu var. Qayda pozulur. Rəqib komandanın 8 oynayan futbolçusu Vladimir Vukayloviç indi yerdə qalıb. Sergey Laşenkov Olimpik komandasının Moldovalı futbolçusu, qaydanı pozan oyuncu idi. Futbolcular Moldova milli komandasının üzvüdür Sergey Laşenkov və bu ildən etibarən Olimpik komandasının heyətində çıxış edir. Serblər tələsmirlər, Vojvodina komandasının futbolçuları sakit tərzdə
hücum qurmağa çalışırlar və imkan düşdükcə əlbəttə ki, əks hücumlarda Olimpik komandasının qapısı qarşısında təhlükəli vəziyyətlər yaratmaq istəyirlər. İndi meydanın mərkəzində hər iki komandanın futbolçuları tez-tez topu itirirlər. Bu isə istər-istəməz oyunun tempini aşağı salan məqamlardan biridir. Növbəti ünvansız ötürmə. İndi hücum xəttimiz bir qədər dizsiz görünür Olimpik komandasının heyətində. Hücum xəttində çıxış edən futbolçular Leandre Gomes və Mikhail Kutsishvili bir qədər fəal olmalıdırlar. Növbəti qayda pozuntusu Romano Xalkatsi ekranlarınıza gəlir. Gürcüstanlı futbolçu. Azərbaycandakı karyerası əsasən Yevlaxın Karvan komandası ilə bağlıdır bu futbolçunun və bu mövsümdən etibarən Olimpikin heyətinə cəlb edilib. İndi irəlidə yalnız Olimpik komandasından Leandre Gomes qalıb və Olimpikin digər futbolçuları isə müdafiə xəttinə çəkiliblər. Xalkatsi, Leandre Gomes. İndi Marian Çoruzi top uğrunda mübarizə apardı, ancaq top meydanı tərk etdi. Vojvodina komandasının futbolçuları da alt atışını bir qədər dəqiq yerinə yetirə bilmədilər və hazırda Usim Enduka 3 nömrəli futbolçumuz müdafiəçi alt atışını yerinə yetirir. Leandre Gomes istiqamətinə ötürülmüşdür bu ötürmə. Hazırda komandamızın hücumu davam edəcək. Ancaq rəqib komandasının müdafiəçiləri yenə də Olimpikin kəsərli hücum qurmasına imkan vermirlər. Və gördüyünüz kimi sakit tərzdə oynamağa çalışırlar. Olimpikli futbolçuların bir qədər irəli getmələrinə və geridə boşluq yaratmalarını istəyirlər Vojvodina komandasının futbolçuları. İndi xətlər arası əlaqənin bir qədər zəif olduğu nəzərə çarpır Olimpik komandasında və məhz oyunun gedişində bunu düzəltmək lazımdır. Xalkatsi rəqib futbolçunun topu ələ keçirməsinə imkan vermədi və hücumun gedişində hakim təhlükəli oyun qeydə aldı. Usim Enduka, Ramin Quliyev oyundan kənar vəziyyət bir qədər əvvəlki epizodda qeydə alınmışdı. Təkrar epizodda biz bunun şahidi olduq. Qayda pozuntusu. Və indi futbolçumuza sarı vərəqə göstəriləcək. Hakim Ramin Quliyevi yanına çağırdı və görüşdə ilk sarı vərəqə Olimpik komandasının 17 nömrəli futbolçu Ramin Quliyevə göstərilir. Bir qədər ehtiyatlı olmaq lazımdır. Əlbəttə heç bir səbəb olmadan, heç bir əsas olmadan indi Ramin Quliyev rəqib futbolçuya qarşı köburluq etdi və hakim də dərhal onu sarı vərəqə ilə cəzalandırdı. Görüşün artıq birinci hissəsinin demək olar ki, yarısı geridə qalıb, 23-cü dəqiqədə başa çatır, 24-cü dəqiqə başlayır, hesab isə açılmayıb. Olimpik Vojvodina görüşündə hesab açılmayıb. UEFA Kubokunun ilkin təslifat mərhələsinin qarşılaşması rəqib komandanın baş məşqçisi Dragalyub Bekvalac, eyni zamanda Əskər Abdullayev ekranlarınıza gəldi. Gəlmişəm baş məşqçilər haqqında onların da oyundan əvvəl fikirləri, açıqlamaları çox maraqlı idi. Vojvodina komandasının baş məşqçisi Dragalyub Bekvalac oyundan əvvəl keçirdiyi mətbuat konferansında Olimpik komandası haqqında xoş sözlər söylədi və bildirdi ki, ilk oyunda onlar doğrudan da böyük hesablı qələbə qazanmaq əzmində idilər, ancaq bunu bacarmadılar və bunu bacarmamalarının səbəbi Olimpik komandasının göstərdiyi oyun oldu. Və təkrar oyunda onlar mümkün qədər ehtiyatlı oynamağa çalışacaqlar. Olimpik komandasından istənilən anda sürpriz nəticə gözləməyə dəyər və ona görə də Serbiya təmsilçisini əsas təmin edən nəticə, Bakıdakı görüşdə əsas təmin edən nəticə məhz heç-heçə olacaq. Bir daha xatladım bu sözləri Vojvodina komandasının baş məşqçisi Dragalyub Bekvalac oyun ərəfəsi keçirdiyi mətbuat konferansında bildirib. Ondan fərqli olaraq Olimpik komandasının baş məşqçisi Əskər Abdullayev Bakı qarşılaşmasında yetirmələrindən gözəl oyun, hücum futbolu
göstərəcəklərinə əmin olduğunu bildirib və bugünkü qarşılaşmada Əskər Abdullayev heç bir vəclə müdafiədə oturmayacaqlarını qeyd edib. Çünki istənilən anda Olimpika bugünkü qarşılaşmada ancaq və ancaq qələbə sərf edir. Və yenə deyirəm, əgər erkən dəqiqələrdən Olimpik komandası qol vura bilsəydi, komandamızın həm psixoloji durumu, eyni zamanda oyundakı durumu qat-qat yaxşılaşacaqdı. Ancaq lap bunu etmədikdə belə istənilən an Olimpik komandası hesabı açsa, qarşıdakı dəqiqələrdə rəqib üçün çox çətin olacaq. Olimpikin etibarlı müdafiə xətti var və qeyd edim ki, ötən ildən Olimpik komandasının bir çox xətlərində, həm hücum xəttində, həm yarım müdafiə xəttində bir çox dəyişikliklər qeydə alındı. Ancaq yeganə dəyişilməyən mövqe məhz müdafiə xəttidir. Müdafiə xəttində komanda əsas aparıcı futbolçularını saxlaya bilib. Yalnız bir oyuncu Elvin Əliyev komandanın aparıcı müdafiəçilərindən biri klubunu dəyişib. Elvin Əliyev bildiyiniz kimi gələn mövsümdən Bakının eyni adlı komandasının şərəfini qoruyacaq və yeganə problem də məhz bu cinahla bağlı idi ki, indi həmin cinahda, Elvinin cinahında məhz Ramin Quliyev Olimpik komandasının yeni transferi çıxış edir. Tərlan Əhmədov, Ramin Quliyev. Komandamız indi cinahlardan bir qədər az istifadə edir. Bu da istər-istəməz bu mövqelərdə çıxış edən futbolçuların bir qədər fəal olmamaları ilə əlaqədardır. İlk növbədə Roman Axalkatsi və Bəşir Müqədi ilə bağlıdır. Cinahlarda yer alan futbolçular bir qədər fəal olmalıdırlar. Rəqib komandanın qapıçısı Georgi Babaliş topu qüvvətli zərbə ilə oyuna daxil etdi. Hazırda meydanın mərkəzində hər iki komandanın futbolçuları arasında fərdi mübarizələr gedir. İndi Olimpik komandası topu özündə saxlamaya çalışmalıdır və növbəti hücum qurmalıdır. Roman Axalkatsi, Dos Santos, Claudiano Alves, Sergey Laşenkov hücumu cinahını dəyişir. Ramin Quliyev bir qədər indi ləng davranırlar komandamızın futbolçuları. Yenidən Laşenkov geriyə Tərlan Əhmədova, Marian Çoruzi, Kutsishvili ötürməsi, top meydanından çıxır. Axalkatsi indi yan xətdən topu oyuna daxil etdi. İndi təhlükəli hücum təşkil etmək olar. Lakin son anda Kutsishviliyə top çatmadı və Vojvodina komandasının futbolçuları topu ələ keçirirlər. İndi müdafiədə bir qədər diqqətli olmaq lazımdır. Hər an rəqib təhlükəli əks hücum təşkil edərək Olimpikin qapısı qarşısında qol vəziyyəti yarada bilər. Və gördüyünüz kimi yenidən Olimpik komandasının sürətli hücumu. Laşenkov qapıya doğru zərbə. Rəqib komandanın qapısı topu qapıdan keçməsinə imkan vermədi. Daha bir zərbə. Top müdafiəçiyə deyir. Olimpik komandasının hücumu davam edir digər cinahdan. Bəşir Müqədi qapı qarşısına ötürmə. Lakin rəqib komandanın futbolçuları təhlükəni uzaqlaşdırırlar. Vojvodina komandasının oyunu mənə Neftçinin Interkupa Kubokundakı ilk rəqibini, Slovakiya Mitra komandasının oyununu xatırladır. Bəli, bu komanda ilə oynamaq olar, bu komandanı məğlub etmək olar. Baxmayaraq ki, bu Serbiyanın Avropada öz sözünü demiş bir futbol ölkəsinin 3-cü komandasıdır. Qeyd edim ki, Vojvodina komandası keçirilən son Serbiya çempionatında 3-cü yeri tutub və 46 xalla Serbiya çempionatını 3-cü yerdə başa vurub. Bununla belə Vojvodina komandası ilə oynamaq olar. Necə ki, Olimpik komandası ilk görüşdə o qədər də pis təsir bağışlamamışdı və öz qapısından cəmi bir top keçirib. Eyni zamanda bu görüşdə Olimpik komandasının bir neçə gol imkanları da olub, ancaq komandamızın futbolçuları bu imkanlardan istifadə edə bilməyiblər. Hazırda ümumi hesab hələ ki 1-0 Vojvodina komandasının xeyrinədir.